Salam, değerli nəşrlərinin 16 Mart tarixində keçirmiş olduğu sınaq imtahanından İngilis dili 10-cu sinif suallarına baxaq, onların doğru izahları ilə tanış olaq. Listening hal-hazırda əlimdə yoxdur, onu gün ərzində qeyd edəcəm. Biz 7-ci sualdan başlayaq. 7-ci sualda doğru variant olacaqdır B variantı. Bizdən düzgün sual cümləsini soruşur. A variantında do qabaqda olmalıdır, do you drink kimi olmalıdır. C'də yenə drink you yazıb, do you drink olardı, xüsusi sual cümləsi forması olaraq. D'də do you everyday yazıb, amma do you drink tipi olmalıdır B kimi. Y'də eyni qayda, do qabaqda olmalı idi, cavab B'dəki formada. Baxın, bu formada do you drink qarşıda olmalı idi. 8-ci suala baxaq. 8-ci sualda yesterday afternoon, dünən günortadan sonra keçmiş sadə zamandır. Gələcəkdir, will olmaz, are going gələcəkdir, have indiki, go indiki. When isə keçmiş sadə zamandır. 9-cu sualda düzgün sözlərin düzgün sinonimini istəyir. Baxaq. Happy, sad, xoşbəxt, qəmgin antonimdir. Güclü, zəif antonimdir. Sürətli, yavaş antonimdir. Soyuq, isti antonimdir. Big, nəhəng, böyük, huge, nəhəng, böyük. Cavab D variantı. 10-cu sualda qayıdış əvəzliyidir. Deməli, waitress cooked the dinner. Qadın xidmətçi deməkdir. Qadın qulluqçu yeməyi pişirdi. Özü üçün deyərik. Qadın olduğu üçün herself deyərik. Cavab A variantı oldu. 11-ci sualda tək isimlər sırasını soruşur. A-da tables cəmdədir. C-də apples almaları cəmdə. Y-də ayaqqabı cəmdə. Doors qapılar cəmdə. Cavab D variantı karandaş və notebook. 12-ci sualda bizdən nida cümləsini düzgün formada istəyir. 2-yə baxırıq ki, is it qabaqda verildi, yəni it is olmalı idi, 2-ni atırıq. Məsələn, 5-ə baxırıq ki, flowers cəmdə, is təkdə, 2 5-i atanda 2-ni atdıq, 5-i atdıq, 5-i atdıq, 2-ni atdıq, cavab 1-4 doğru variantdır. 13-cü sualda make-up sentencedir, cümlə quruluşudur. Bu da C variantı doğru cavab kimi olacaqdır. C-dən gedək cümlə kimi. When John arrived at the station, he bought a ticket to London. O stansiyaya çatanda Londona bilet aldı. Quruluş olaraq C variantı tam doğrudur. 14-cü suala baxaq. 14-cü sualda çay, su hövzələri Z artiklidəndir. Nil çayıdır və Z olar qarşısında. Və sağ tərəfdə the longest üstünlük dərəcəsi var sifətin və Z artiklindən olmalıdır. Solda və sağda Z olan tək variantımız Y variantıdır. Bu arada kanala abunə olmamışsınızsa abunə ola bilərsiniz. Çünki irəlidə 11 olacaqsınız və kanalın ictimai bölməsində sizlər üçün faydalı və önəmli testlər var. Ona görə də abunə olub videonu paylaşmağı unutmayın. 11-ci suala baxaq. Mürəkkəb tamamlıq mövzusudur. Told 3-cü qrup feildir. Özündən sonraki feili told istəyər. Yəni to do kimi olar. Bir dənə tək variant, doğru variant D variantı olur. 16-cı sualda deməli so do I, necə do I bölməsidir. O kitabxanaya getdi dünən, keçmiş zamandır. Dialoq olanda təsdiqə təsdiq, inkara inkar olurdu. İnkarları ataq çünki cümləmiz təsdiqdədir. Ona görə 1 və 3, yəni 16-da D variantı. 17-ci suala baxaq. O evdə qaldı çünki xəstə hiss edirdi. Baxmayaraq ki olmaz, kimi olmaz, amma olmaz. Çünki düz gəlir. 18-ci suala baxırıq. Insist on var. On sözünü olduğu üçün özündən sonra gerund gəlir. Çünki gerund sözünündən sonra istifadə olunurdu. Bunu demişdik sözünün mövzusunda. 18A. 19-da qrammatik qayda ilə atmağa çalışaq. 4-də ought-un to'su olmalı idi. Ona görə 4 gedir buradan. İndi cümlənin mənasına baxaq. Deməli, sən maşın sürərkən kəməri istifadə etməlisən, taxmalısan deyərik. Çünki qanun tələb edir bunu. Must və have to 2-5 olur. Çünki digərlərində deyir ki, kəməri taxmamalısan, taxmağa ehtiyacın yoxdur. 19 D variantı oldu. 20-də interested in, succeed in sözünüdür. Yəni C variantı doğru cavabdır. 21-də passive voice lazımdır bizə.
cümləmizə baxaq. Wrote keçmiş sadə zamandır. Keçmiş sadə zamanın pasifi necə idi? Was, were, plus fe'l 3. Burada da fe'limiz wrote'dur, written olmalıdır. Deməli, bizə lazımdır bu da was və ya were written. Baxaq, A-da was were written yoxdur, had var. B-də are var. C-də were been var, been olmazdı. Qalırıq D və Y arasında. Cümləmiz Shakespeare-dən başlayır, pasifə çevirəndə Shakespeare-dən başlamaz. Cavab Y variantı oldu. 22-ci suala baxırıq. Cümləmizdə zən var. Hansı dərəcədir? Müqayisə dərəcəsidir. Deməli, baxaq variantlara. The most üstünlükdür, most üstünlükdür. Wide adidir. Wider, wide tək hecalıdır. Qabağında more olmaz. Y variantı doğru cavabdır 22-də. Keçək mətn suallarına. Testin PDF lazım olsa şərh bölməsinə PDF yazın unutmadan. Sizə PDF-i gün ərzində göndərəcəm. 23-cü sualda doğru variant D variantı olacaqdır. 24-də Y variantı olur. 25-də D variantı. Vaxta görə mətnin izahını vermirəm. Qrammatik qaydanın izahını verməyə çalışdım. 26-da B. 27-də deməli, nəyəsə şikayət etmədən və ya narahat olmadan gözləmək. Bu da patience, yəni səbirdir. Bu formada permanent daimidir. Onun antonimi lazımdır. Bunun da antonimi temporarydir. 29-cu suala baxaq. Deməli, bəzi rəssamlar detallı sand sculptures, yəni qum deməli, heykəlləri düzəldir. Həmin hissənin mətnində tapaq. Baxın, altına xətt çəkdim. Burada saxladım. While-dan sonraki hissə lazımdır. Görək, nəyi dəyişə bilirik? Burada amazing-in yerinə misal üçün nə yazmaq olar? Great yazmaq olar və ya fantastic yazmaq olar. Pictures-in yerinə də drawing falan yazmaq olar. Siz dəyişdiyiniz sözləri şərhə qeyd edə bilərsiniz. 29 belə. 30-cu sualda isə ən azı 3 cümlə lazımdır. Deməli, qum sənətindən başqa sənin sevimli incəsənət forman hansıdır və niyə onu xoşlayırsan deyə bir esse tələb olunur. Fikirlərinizi bu barədə şərh bölməsinə yaza bilərsiniz. Belə əziz abituriyentlər, hər birinizə bol uğurlar olsun. Kanala abunə olub yoldaşlarınızla paylaşmağı unutmayın. Sizə bol-bol uğurlar.